Mərkəzi İcra Hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2025-ci ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Salih Məmmədov Astara rayonunda vətəndaşları qəbul edib. Qəbuldan öncə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Salih Məmmədov və Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra Astara rayonu Heydər Əliyev mərkəzinin inzibati binasında keçirilən qəbulda Astara, Lənkəran və Lerik rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib. Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir bərpası, yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub. Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub. Araşdırılmasına ehtiyac olan müraciətlər isə nəzarətə götürülüb. Lənkəran rayonunun Ağatələ Sinolu kəndinin yolunun asfaltlaşdırılması ilə bağlı gəlmişdim. Növbəti Salih Məmmədova müraciət elədim. Müraciətim çox ehtiramla qəbul edildi və qısa zaman ərzində kənd yolunun asfaltlaşdırılmasına mənə söz verdi. Ona görə bir daha ölkə başçısına təşəkkürümüzü bildirdik ki, ölkə vətəndaşları üçün belə münbit şərait yaratdığına görə.